Vaxtınız xeyir olsun, dəyərli müəllimlər, müdavimlər. Mən Natavan Camanzadə, kurikulum üzrə təlimçi. Hər birinizi salamlayıram. Bugün kurikulumdan yepyeni bir sınavın izahını verəcəm və izaha başlamamışdan əvvəl onu qeyd edim ki, əgər siz yeni metodika qaydalarına uyğun olaraq, yeni mövzulara uyğun olaraq sınaqlar işləmək istəyirsinizsə, model suallar işləmək istəyirsinizsə, bizim aprel ayında açılacaq sınaq qrupumuza qoşula bilərsiniz. Sınaq qrupumuza qoşularaq yüksək səviyyələr suallar işləyəcəksiniz və bununla yanaşı yalnız sınaq işləməksiniz, həm də bu sınavın izahları sizə göndəriləcək və bu zaman sizin situasiyalara məntiqi yanaşma, təhlil etmə qabiliyyətiniz formalaşacaq. Sınaq qrupumuza qoşulmaq üçün ekranda gördüyünüz 050 837 0305 nömrəsinə yazaraq ətraflı məlumat əldə edə bilərsiniz. Və onu da qeyd edim ki, yalnız bir dəfə ödəniş ödəməklə siz bizim sınaq qrupumuza qoşula biləcəksiniz. Bir dəfə ödəniş eləyəsiniz aprel ayında, imtahan gününə qədər sınaqlarla təmin olunacaqsınız. Həftədə sizə sınaqlar göndəriləcək və bu sınaqların izahı, həmçinin son 4-5 ilin MİQ və sertifikasiya imtahanında istifadə olunmuş bütün suallar da sizə işlədiləcək. Başlayaq suala. Bu sualın, sınağın əvvəlini, 10 sualını izah etmişdim. Kimlər baxmayıb, YouTube kanalımızda var, baxsınlar. İndi növbəti 10 suala baxaq. Qeyd olunur ki, hansı fikir doğrudur? Bizdən doğru fikri tapmaq soruşulur. Metakognitiv bacarıq o zaman tam formalaşmış sayılır ki, şagird tapşırığın düzgün nəticə ilə tamamlaya bilir. Metakognitiv bacarıq insanın özü haqqında, özünü monitoring, özünü müşahidə, özünü qiymətləndirmə. Şagird tapşırığı düzgün tamamlaya bilirsə, bu metakognitiv bacarıq deyil. Bu yanlışdır. Getdim. Dərin bilik səviyyəsi müəllimin mövzu üzrə mümkün qədər çox mürəkkəb, çox mərhələli tapşırıq təqdim etməsi ilə müəyyən olunur. Çox mürəkkəb olmaz. Getdim. Yanlışdır. Dizayn düşüncəsinin sinifdə effektiv tətbiqi müəllimin optimal hesab etdiyi həll modelini müəyyənləşdirərək prosesi strukturlaşdırılması və şagirdlərin mərhələli şəkildə həmin nəticəyə yönəltməsi ilə təmin olunur. Xeyr, dizayn düşüncədə bu cür olmur. Getdim. Quiz və code oyunlaşdırma mexanizmləri vasitəsilə real vaxt rejimində formativ qiymətləndirmə aparmağa və şagird fəallığını artırmağa imkan verən rəqəmsal platformadır ki, bəli, həqiqətən də real vaxt rejimində qiymətləndirmə aparmağa şərait yaradır. Doğru cavab D bəndidir. Və Y-yə baxaq. Doğru cavab D idi. Diferensial və inklüziv təhsilin ortaq cəhəti hər iki yanaşmada əsas məqsəd şagirdlər arasında fərqləri minimuma endirmək və təlim nəticələrini mümkün qədər vahid səviyyəyə çatdırmaqdır. Diferensial və inklüziv təlimin ortaq cəhəti odur ki, biz təlim nəticəsinin bütün şagirdlərin çatdığına əmin olmalıyıq. Şagirdlər arasında fərqliliyə, deməli, bərabərliyi təmin etməliyik daha doğrusu. Yoxsa fərqləri minimuma endirmək, təlim nəticəsini mümkün qədər vahid səviyyədə çatdırmaq bu onsuz da mümkün deyil. Ona görə bu yanlışdır. Doğru cavab D bəndi. 12-ci suala baxırıq. Dərs zamanı müəllim qrup işi təşkil edir. Müzakirə prosesində bəzi şagirdlər iştiraka təşəbbüs göstərir, digərləri isə əsasən dinləyici mövqeyində qalır. Müəllim müşahidə edir ki, tapşırıq icra olunsa da, bütün şagirdlər öyrənmə prosesinə eyni dərəcədə cəlb olunmur. Aşağıdakı yanaşmalardan hansının seçilməsi müəllimin bu vəziyyəti metodik baxımdan əsaslı şəkildə tənzimləməsinə daha çox imkan verər. Baxın müəllimlər, bu cür situasiyaları həmişə çalışın özünüzünküləşdirin, sadələşdirin. Dərs zamanı qrup işi təşkil edirsiniz və qrup işində görürsünüz ki, bəzi şagirdlər işləyir, müzakirə aparır, problem üzrə təşəbbüs göstərir də, digərləri sakitcə durub onlara baxır, dinləyir. Bunu siz müşahidə edirsiniz ki, yarısı tapşırığı icra edir, yarısı isə icra etmir. Bunun üçün indi nə etmək lazımdır ki, bu hamısı cəlb olunsun da. İndi cavablara baxaq. A bəndində deyir, müəllim müzakirə zamanı söz bölgüsünü daha balanslı saxlamaq üçün aktiv şagirdlərin müdaxiləsini azaltmalı və passiv şagirdləri birbaşa müzakirəyə cəlb etməlidir.
Müəllimlər, bu çox yanlışdır. Yəni bu metodik baxımdan düzgün bir şey deyil. Niyə? Aktiv şagirdləri sən saxla, passivlərə deyin ki, sən başla müzakirə et. Onda aktivlər dərsdən uzaqlaşacaq axı. Bu zaman müəllim inklüzivliyi pozur. Bir neçə il əvvəl MİQ imtahanına belə bir sual düşmüşdü ki, müəllim passiv şagirdlərlə məşğul olur, aktiv şagirdlər yavaş-yavaş dərsdən uzaqlaşırlar, dərsdən soyuyurlar. Müəllim bu zaman hansı prinsipi, pedaqoji tələb pozub? İnklüzivliyi. Burada da aktiv şagirdlərin müdaxiləsini azalt, passivlər daha çox işləsin, passivləri müzakirəyə cəlb et. Bu yanlışdır. A bəndi getdim. Müəllim qrup işindən sonra bütün şagirdlərdən fərdi şəkildə qısa yazılı refleksiya alaraq onların prosesi necə dərk etdiyini müəyyənləşdirməlidir. Müəllimlər, qrup işini keçirəmsə, təzədən yenidən mən bir də niyə fərdi şəkildə yaz aparım? Bu da yanlışdır. C-yə baxaq. C dəqiqə. Hə. C bəndində deyir, müəllim qrup daxilində aydın rollar müəyyən edərək hər bir şagirdin tapşırıq çərçivəsində konkret məsuliyyət daşımasını təmin etməlidir. Bəli, düzgün cavab budur. Biz qruplardan, iş formasından istifadə edərək qrup qaydaları tərtib etməliyik və bu qrup qaydalarında hər kəs öz rolunu bilməlidir. Elə qrup işinin çatışmazlığı bundan ibarətdir ki, bəzi şagirdlər çox, bəzi şagirdlər az işləyə bilər. Və biz də ona görə qrup daxilində qrup qaydaları, şagirdlərin hər birinin öz rolu olmalıdır. Bunları müəyyənləşdirməliyik. Doğru cavab C bəndidir. D-yə baxırıq. Müəllim tapşırığın icrası zamanı müzakirəni müəyyən fasilələrlə dayandıraraq qrupların işini yenidən istiqamətləndirməli, müzakirə suallarını dəqiqləşdirməlidir. Hər tapşırıqdan sonra bunları dayandır, yenidən bunlarla istiqamət ver, müzakirə suallarını dəqiqləşdir. Bu düzgün qrup işi olmur, axı getdi. Müəllim növbəti mərhələdə tapşırığın təqdimat hissəsini elə qurmalıdır ki, hər bir şagird qrupun yekun nəticəsini müəyyən hissələrə görə cavabdeh olsun. Biri bir hissəsini eləsin, biri bir hissəsini götürsün üzərindəki mən bunu edirəm. Biz qrup işini niyə həyata keçiririk? Əməkdaşlıq olsun, ünsiyyət olsun, müzakirə olsun, şagirdlər sosiallaşsın, birgə işləmə qabiliyyəti yoxsa hərə götürüb tapşırığın bir hissəsini təqdim etsə olmaz axı. Bu da getdi. Doğru cavab C bəndi. 13-cü suala baxırıq. Cədvələ əsasən uyğunsuzluğu müəyyənləşdirin. Uyğunsuzluq deyəndə müəllimlər həmişə şərtə diqqət edin. Doğrudan yanlış, yanlışdan isə doğrunu götürməliyik 13-cü sualda. Tapşırıqlar elə təşkil etmək lazımdır ki, şagirdlərin hər biri dərs prosesində öz imkanlarına uyğun şəkildə iştirak edə və məqsədə çatmaq üçün fərqli yollar seçə bilsin. Bəli, biz tapşırıqları şagirdlərin potensiallarına uyğun olaraq müxtəlif cür təqdim etməliyik. Tapşırıqları, sualları taksonomiyanın mərhələlərinə uyğun, həm aşağı təfəkkürü dəstəkləyən, həm yuxarı təfəkkürü dəstəkləyən suallar salmalıyıq. Bir, doğrudur. Gündəlik planlaşdırmanın üstünlüklərindən biri müəllimə dərsin gedişində bütün təlim fəaliyyətlərini əvvəlcədən müəyyən etmiş vaxt bölgüsünə uyğun şəkildə idarə etməyə imkan verməsidir. Bəli, biz planlaşdırma niyə aparırıq? Planlaşdırma aparırıq ki, əvvəlcədən hansı iş formasından, hansı iş üsulundan, hansı qiymətləndirmədən istifadə edəcəyimizi bilirik və bu da dərsin axıcı keçməsinə, vaxt itkisinin qarşısını almasına səbəb olur. Doğrudur. İllik planlama müəllimin tədris ili ərzində mövzuları, alt standartları sistemli şəkildə əvvəlcədən təşkil edərək tədrisin səmərəliliyini təmin etməsidir. Doğru fikirdir. Fərqli iş üsullarından istifadə şagirdlərin marağını artırır. Öyrənmə üslublarına uyğunlaşmanı təmin edir və biliklərin daha dərindən mənimsənilməsinə şərait yaradır. Bəli, biz fərqli iş üsullarından istifadə edərkən şagirdlərin dərsə öyrənməyə marağı artır. Biri var sən bütün dərsi eyni qaydada keçəsən, biri var sən müxtəlif strategiyadan, interaktiv təlim metodlarından istifadə edirsən və bu zaman şagirdin marağı artır və daha dərindən öyrənmiş olur. Bu da doğrudur. Biz də yanlışın altdan doğru fikir götürdüyümüz üçün 3-də doğru, 4-də doğru. Sualın doğru cavabı D bəndi. 14-cü suala baxırıq. Verilmiş bacarıqları onları formalaşdıran tapşırıqlarla uyğunluğunu müəyyən edin. Baxırıq, deyir ki, əməkdaşlıq, analitik və qərar vermə bacarığı, analitik düşünmə. Əməkdaşlıq bacarığı. Müəllimlər,
Əməkdaşlıq bacarığında ünsiyyət olur, qarşılıqlı əməkdaşlıq olur, cütlərlə iş formasında, qruplarla iş formasında əməkdaşlıq bacarığı olur. Yəni bunu yadınızda saxlayın. Əməkdaşlıq bacarığı olacaqdır. Təlim zamanı şagirdlərin qarşılıqlı ünsiyyət və rəy vermə yolu ilə mövzuya dair ortaq mövqeyə gəlirlər. Görürsünüz, qarşılıqlı ünsiyyət varsa burada əməkdaşlıq var. Əməkdaşlıq adam tək eləyə bilməz ki, gərək yanında yoldaş olsun, bir qrup olsun. Ona görə qarşılıqlı ünsiyyət əməkdaşlıq bacarığı formalaşdırır. 1-ə B. Analitik düşünmə. Analitik düşünmə həmişə deyirəm ki, nəyisə elə bil ki, analiz eləyin. Aparıb qanımızı veririk analiz eləməyə. Neyinirlər? O qanı hissələrə ayırırlar, parçalayırlar. Analitik düşünmə bacarığı da odur ki, sən hansı bir fəaliyyəti icra edərkən həmin o problemi hissələrə ayırırsan, parçalayırsan. Baxırıq, deyir, verilmiş məlumat cədvəlinə əsasən göstəricilər arasındakı əlaqəni araşdırıb nəticə çıxarın. Cədvəli biz təhlil edirik, analiz edirik, ona uyğun göstəricilərdən bir nəticəyə gəlirik. Bəli, bu analitik düşünmə bacarığıdır. Doğru. C. Qərar vermə bacarığı. Sinif üçün ayrılmış məhdud büdcə var. Məhdud. Bu büdcə ilə ya yeni texniki avadanlıq alınmalıdır, ya da kitabxana fondu yenilənməlidir. Seçimini əsaslandır. Ya texniki avadanlıq alasam, ya da kitabxana. Yəni, qərar verib ikisindən birini seçməlisənsə, bu qərar vermə bacarığıdır. B, C, A doğru cavab. B bəndi. 15-ci suala baxırıq. Müəllim gündəlik plan hazırlayır. Əla. Dərsin gedişində məlum olur ki, şagirdlərin bir hissəsi gözlənilən təlim nəticələrinə çata bilmir. Tapşırıqlar onların idrak səviyyəsinə uyğun gəlmir. Bununla belə, qiymətləndirmə zamanı əldə olunan nəticələr planlaşdırılmış məqsədlərlə üst-üstə düşmür. Müəllim bu uyğunsuzluğu aradan qaldırmaq istəyir. Müəllimin hansı addımı atması problemin həllində effektiv olmaz. Şərti düzgün oxuyuruq. Baxırıq. Təlim nəticələrini yenidən nəzərdən keçirərək onların ölçülə bilən və şagirdlərin hazırki səviyyəsinin uyğunluğunu təmin edilməsi. Bəli, şagirdlərin təlim nəticəsini ölçülə bilən olmalıdır, vaxtında verilməlidir, spesifik olmalıdır. Yəni, hazırki səviyyəsinin də uyğunluğunu təmin etsək, şagirdlərin elə bil təlim nəticəsini elan edərkən biz onların yaxşı xüsusiyyətlərini, onların mövcud vəziyyətlərini nəzərə almalıyıq. Ona uyğun olaraq biz şagirdlərə tapşırıqlar verməliyik. Görürsünüz, deyir ki, təlim nəticəsini çatdıra bilmir, tapşırıqlar onların idrak səviyyəsinə uyğun gəlmir. Ona görə A bəndi düzgündür, A bəndi olar, effektiv olmazı soruşur bizdən. B-yə baxırıq. Tapşırıqlar idrak taksonomiyası və dərin bilik səviyyələrinə uyğun şəkildə yenidən planlaşdırmalıdır. Bəli, biz tapşırıqları həm aşağı təfəkkürü dəstəkləyən, həm yuxarı təfəkkürü dəstəkləyən suallar hazırlamalıyıq, düzgündür. Qiymətləndirmə meyarlarına təlim nəticələri ilə uyğunlaşdıraraq formativ qiymətləndirməyə daha çox yer verilməsi, bəli, təlim nəticəsinə uyğun olaraq meyarı biz elan etməliyik və şagirdlərə rəy verməliyik, əks əlaqə, istiqamət verməliyik. Doğrudur. Dərsin gedişində çətinlik çəkən şagirdlərin sayını azaltmaq məqsədi ilə tapşırıqların ümumi mürəkkəblik səviyyəsinin azaldılması. Mən görürəm ki, uşaqlar cavab verə bilmir. Mən durumu asan sual vereyim. Görürsünüz, deyir, tapşırıqların ümumi mürəkkəblik səviyyəsini azaldım ki, qoy hamı cavab versin. Sizcə bu düzgün fəaliyyətdir. Mən dərsi keçəndə ancaq aşağı təfəkkürü dəstəkləyən asan suallar verim ki, hamı düzgün cavab versin. Bu yanlışdır axı. Bu düzgün deyil. D bəndi səhvdir. Sualın düzgün cavabı da D bəndidir. Dərsin planında istifadə olunan təlim strategiyalarının ehtiyaclarına uyğun şəkildə yenidən seçilməsi, bəli, şagirdlərin ehtiyaclarına, maraqlarına uyğun dərs strategiyası seçmək olar. Düzgün cavabdır. 16-ya baxaq. Müəllim dərsə mövzu üzrə izahla başlayır. Əla, qəşəng izah edir. Mövzunun əsas anlayışlarını ardıcıl şəkildə izah edib, lövhədə nümunələr də yazır. Sinifdə bəzi şagirdlər müəllimi dinləsə də, bir qismi öz aralarında pıçıldaşır, bəziləri isə dərs ləvazimatları hazırlamaqla məşğuldur. Dərsin gedişatında şagirdlərin bir hissəsi tapşırıqları yerinə yetirməkdə çətinlik çəkir. Əlbəttə ki, çətinlik çəkəcək. Hansı hissədir o bir hissə? Dərsə qulaq asmayanlar. Və müəllim mövzunu yenidən izah etməyə məcbur qalır. Bu situasiyada yaranan çətinliyin əsas səbəbi hansı amillə əlaqəlidir? Sizcə nəyə görə şagirdlərin bir hissəsi tapşırığı icra edə bilməyiblər? İndi baxaq.
Müəllim mövzunu izah edərkən çoxlu nəzəri anlayışlardan istifadə etməsi xeyir demək olmaz. Müəllim dərsin əvvəldə qiymətləndirmə meyarını bildirməməsi bizdən demir ki, şagirddə qiymətləndirmə meyarını izah etməyib deyə, bildirməyib deyə şagird yaza bilmir, getdi. Müəllim dərs prosesində şagirdin fəallığını və diqqət səviyyəsini davamlı monitorinq etməməsi. Bəli, müəllim elə üzünü çevirib lövhədə dərsi izah edir. Bir çönüb arxaya baxmır ki, görüm arxadakılarda vəziyyət nədir? Şagirdin birazı qulaq asır, yarısı şəkil çəkir, yarısı pıçıldaşır. Yəni buna nəzarət etmək lazımdır. Dərs prosesinin fəallığını, diqqət səviyyəsini davamlı monitorinq etməyib, yəni davamlı müşahidə etməməsi bu problemin yaranmasına gətirib çıxarar. Həqiqətən də səbəb elə budur. Doğru cavab C bəndi. Müəllim dərs zamanı şagirdlərə kifayət qədər yazılı tapşırıqlar verməməsi deyə bilmərik. Heç bizim müstahisiyyədə elə bir şey yoxdur. Müəllim dərsin sonunda ümumiləşdirmə aparmaması, bu da olmaz. Doğru cavab C bəndi. 17-ci suala baxırıq. Uyğunsuzluğu müəyyən edin. Praktik təfəkkür. Məktəbdə tullantıların azaldılması üçün mövcud şəraiti nəzərə alaraq konkret tədbirlər planı hazırlayın. Praktik, yəni sən bunu əyani şəkildə tətbiq edirsən, doğrudur. Analitik təfəkkür. Ədəbi mətndə obrazın davranış motivlərini müəyyənləşdirərək faktları səbəb-nəticə əlaqəsi əsasında qruplaşdırıb nəticə çıxarmaq. Obrazın davranış motivlərini müəyyənləşdirir ədəbi obrazın. Təbii ki, bu analitik təfəkkürə aiddir. Getdi. Produktiv təfəkkür. Verilmiş fizika qanunundan istifadə edərək gündəlik həyatda tətbiq oluna biləcək qurğular hazırlamaq. Xeyr, bu produktiv təfəkkür deyil. Produktiv təfəkkürdə situasiyalar bu cür olmur. Yəni, biz produktiv təfəkkürdə məhsullar fikirləşirik, hər tərəfli fikirləşirik. Fizika qanunundan istifadə edərək gündəlik həyatda nə isə tətbiq edirsə, bu produktiv deyil, elə uyğunsuz olan C bəndidir. Abstrakt təfəkkür, ədalət anlayışını konkret hadisədə göstərmədən ümumi xüsusiyyətlər və anlayışlar arası əlaqə əsasında şərh etmək, bəli, abstrakt, beynində canlandırmaq, ədalətdir, sevgidir, nə bilim, qorxudur. Bu anlayışları deməli, konkret hadisə göstərmədən ümumi xüsusiyyətlər və anlayışlar arası əlaqələr əsasında şərh etmək, bəli, abstraktdır. Analoji təfəkkür, insanın beyninin məlumatı emal etməsi prosesini kompüter sisteminin işləmə mexanizi ilə müqayisə edərək oxşar cəhətlərdən nəticə çıxarmaq, bəli, bu analojidir. Analojida bilirik ki, uyğunluqdur, oxşarlıqdır. Burada da yəni uyğun oxşarlıq var da, insanın beynini məlumat emal etməsi ilə kompüter sisteminin işləmə mexanizmi müqayisəsi, iki hadisə arasında əlaqəli, bu təbii ki, analoji təfəkkürdür. Doğru cavabdır. 18-ci suala baxırıq. Müəllim şagirdləri qruplara ayıraraq uzun müddətli tapşırıq verir. Baxın, uzun müddətli tapşırıq verir. Qrup üzvlərindən biri müzakirələrdə az iştirak edir, tapşırıqları gecikdirir və digər üzvlərlə əlaqə qurmaqda çətinlik çəkir. Qrupun rəhbəri vəziyyəti dəyişmək üçün qərar verməli olur. Aşağıdakı addımlardan hansının atılması şagirddə problem həll etmə bacarığının formalaşdığını daha dəqiq göstərir. Qrup işində bir şagird əməkdaşlıq etmir, müzakirədə iştirak etmir və bu zamanda təbii ki, təqdim olunan o layihə gecikir. İndi cavablara baxaq. Qrupda ümumi fəaliyyətin ləngiməsi üçün iş bölgüsünü yenidən apararaq məsuliyyəti daha çox fəal üzvlər arasında paylaşmaq. Biz ancaq qrupda yenidən iş bölgüsü aparaq, işin hamısını fəal şagirdlərə, yaxşı oxuyan şagirdlərə verək, digərlərinə verməyək olmaz axı bu. Ona görə bu yanlışdır. Passiv üzvə konkret və ölçülə bilən tapşırıqlar müəyyənləşdirərək onun nəticəyə töhfəsini mərhələli şəkildə izləmək. Biz hansı uşaqlar ki, zəifdir, onlara konkret tapşırıqlar veririk ki, sən ancaq bunları işlə, digər çətin problemlərin həllində, müzakirədə, əməkdaşlıqda iştirak etmə. Bu da düzgün deyil axı, getdi. Qrup daxilində ümumi müzakirə təşkil edərək iş prosesində yaranan çətinlikləri açıq şəkildə səsləndirmək və birlikdə həll yolu axtarmaq. Baxın, fərz edək ki, bir qrupda 5 nəfər şagird var. Mən də bu qrupda iştirak edirəm, amma müzakirədə iştirak etmirəm, tapşırıqları gecikdirirəm. Bəlkə mənim bir ailə daxili problemim var və səhhətimdə problem var. Niyə bu problemi ümumi müzakirə, o 5 nəfərin içərisində, 4 nəfərin içərisində müzakirə edilməlidir və açıq şəkildə görsüz səsləndirmək. Bəlkə mən bunu istəmirəm kimsə bilsin. Ümumi müzakirədən, ümumi
danışıqdan hər hansı bir problemdə çəkinmək lazımdır. Bu doğru deyil. Ümumi niyə danışır ki, qrup rəhbəri məndən fərdi şəkildə danışsın, bəlkə mən bir dərdimi açıb ona deyəcəm. Ona görə C bəndi də getdi, yanlışdır. D-yə baxırıq. Həmin şagirdlə fərdi şəkildə ünsiyyət quraraq, bəli, fərdi şəkildə davranışının səbəblərini aydınlaşdırmaq və vəziyyətə uyğun birgə strategiya müəyyənləşdirmək. Bəli, fərdi şəkildə məndən soruşa bilər ki, niyə bu davranışı göstərsən və mən də problemim nədirsə bunu izah edərəm və ona uyğun da birgə bir strategiya təyin edə bilərik, birgə bir problemi həll edə bilərik. Doğru cavab D bəndidir. Tapşırığın vaxtında icrası üçün mövcud problemi müəllimə çatdıraraq onun müdaxiləsini gözləmək. Xeyr, mən niyə müəllimə deyim ki, o saat onu müəllimə çatdırım. Bu problem bizim qrupun problemidirsə, bu problemi biz həll etməliyik. Ona görə Y bəndi də olmasın. 19-cu suala baxırıq. Müəllim şagirdlərdən mövzu üzrə əsaslandırılmış fikir irəli sürməyi təlim nəticəsi kimi müəyyənləşdirir. Deməli, mövzu üzrə əsaslandırılmış fikir irəli sürəcəklər. O mövzunu izah edir, nümunələr göstərir və əsaslandırma tələb edən tapşırıq verir. Müəllim müşahidə edir ki, şagirdlər mövzunu anlayır, lakin argumentləri zəifdir. Fikirlərini əsaslandırmaqda çətinlik çəkirlər. Aşağıdakı müəllim addımlarından hansının seçilməsi bu problemin həllinə metodik baxımdan daha məqsəd uyğun olardı. Bu cür situasiyalara müəllimlər diqqət edin. Biri var uyğun olardı, biri var daha uyğun olardı. Biz ən yaxşısını seçməliyik, ən uyğun olanını seçməliyik. Baxırıq. Müəllim növbəti dərsdə əsaslandırılmış cavab nümunələrini birgə təhlil edərək arqument qurma mərhələsində şagirdlərlə birlikdə modelləşdirməlidir. Müəllim birgə təhlil edir, birgə modelləşdirir, birgə bunu həll edirsə, burada şagirddə nə qaldı ki? Müəllim ona ancaq istiqamət verməlidir, rəy verməlidir, yön göstərməlidir, fasilitatorluq etməlidir. Yoxsa bunu birgə həll etməyə müəllim çalışmalı deyil. Ona görə A bəndi getdi. Müəllim tapşırıqların idrak səviyyəsini aşağı salaraq, əvvəlcə sadə cavablar üzərində işləməyi məqsəd uyğun hesab etməlidir. Xeyr, müəllim elə tapşırığı aşağı səviyyədə salsın, sadə tapşırıq versin ki, şagirdlər həll edə bilsin. Olmaz axı belə də. Müəllim əsas tapşırığı qoruyaraq, bəli, görürsünüz, əsas tapşırığı qoruyaraq dərsin gedişində istiqamətləndirici, görürsünüz, A bəndidə deyir ki, şagirdlərlə birgə həll eləsin. İstiqamətləndirici fəaliyyətlər vasitəsilə şagirdlərin fikirlərini mərhələli şəkildə formalaşdırmasına şərait yaratmalıdır. Bəli, həmin tapşırıq üzrə, əsas tapşırıq üzrə istiqamətləndirici müəllim fəaliyyət göstərə bilər ki, şagirdlərə istiqamət versin, yön versin, əks əlaqə qursun, fəaliyyətini stimullaşdırsın. Doğru cavab C bəndidir. Müəllim şagirdlərinin cavablarının səthi olmasını nəzərə alıb, əsaslandırma tələbini qiymətləndirmə meyarında müvəqqəti çıxarmalıdır. Xeyr, niyə ki, qiymətləndirmə meyarından onu çıxartsın? Y bəndinə baxırıq. Müəllim şagirdlərin sərbəst düşünməsinə mane olmamaq üçün əsaslandırma ilə bağlı əlavə izah verməməlidir. Elə şey olarmı ki, əlavə izah verməsin? Bu da yanlışdır. Doğru cavab C bəndi. Və nəhayət 20-ci suala baxaq. 20-ci suala baxmamışdan əvvəl onu qeyd edim ki, siz bizim YouTube kanalımıza abunə olaraq bu cür sınaqlardan, yeni sual izahlarından, yeni mövzuların izahından xəbərdar ola bilərsiniz. Videonu bəyənib kanala abunə olmağı unutmuruq. Və 20-ci suala baxırıq. 20-ci sualda nə deyir? Müəllim dərs zamanı quiz rəqəmsal platformasından istifadə edərək mövzu üzrə interaktiv testlər təşkil edir. Aşağıdakilərdən hansı müəllimin quiz platformasından istifadə etməsinin şagirdlər üçün müsbət nəticələrinə aid ola bilməz? Şagirdlərin dərsə marağını və motivasiyasını artırması, çünki oyunlaşdırma elementləri öyrənmə prosesində daha cəlbedici olur. Bəli, oyunlaşdırma, interaktiv təlim, interaktiv iş üsullarından istifadə şagirdlərin marağına səbəb olur. Ona görə A bəndi doğrudur. Şagirdlərin rəy alması nəticəsində öz bilik səviyyələrini qiymətləndirmə və səhvlərini vaxtında görmə imkanı əldə edə bilər. Bəli, düzgün rəy alanda, vaxtında rəy alanda öz səhvlərini vaxtında görür və bunu dəyərləndirə bilirlər. Doğrudur.
Müəllim şagirdlərin cavablarına əsaslanaraq onların təlim ehtiyaclarını müəyyənləşdirməsi və diferensial yanaşmanı gücləndirilməsi. Müəllim bəli şagirdlərin cavablarından nəticə çıxararaq onların təlim ehtiyaclarını müəyyən edir ki, kimin harda çətinliyi var. Yəni biz şagirdin verdiyi cavaba əsasən onu dərsi nə qədər mənimsədiyindən xəbərdar ola bilirik. Və buna uyğun da diferensial yanaşmanı, yəni şagirdlərin müxtəlifliyini görə bilirik və bu müxtəlifliyə uyğun olaraq tapşırıqlar veririk. Bu da doğrudur. Bizdən yanlışı istəyir, aid ola bilməyəni. D bəndinə baxırıq. Şagirdlərin cavab vermə prosesində öz fikirlərini əsaslandırmaq, alternativ həll yollarını müzakirə etmə bacarıqlarını sistemli şəkildə formalaşması. Cavab vermə prosesində öz fikrini əsaslandırmaq, alternativ həll yollarını müzakirə etmə bacarıqlarının sistemli şəkildə formalaşması bu müəllimlər oxu bacarığı, mətnin anlamı ilə bağlı araşdırmaları, quiz istifadəsi şagirdlərdə daha yaxşı olur. Çünki onlar motivasiya olurlar, həm mətni qavrama səviyyələri yüksəlir, nəinki ənənəvidə kağız qələmlə testləri yoxlayanda, müqayisə edəndə, nə bilim, araşdıranda. Yəni bu quizlərlə işləyəndə şagirdlərə daha maraqlı olur. Və burada da deyir ki, quizdə deməli, debəndə şagirdlərin cavab vermə prosesində öz fikirlərini əsaslandırmaq, alternativ həll yollarını müzakirə etmə bacarıqlarını sistemli şəkildə formalaşması bu cür deyil də. Yəni burada artıq şagirdlər təbii ki, bunu oyunlar vasitəsilə edir. Yenə qeyd elədiyim kimi burada şagirdlər doğru yanlış, yəni belə deyək də, sosial rəqəmsal bacarıqlar üzrə şagirdlərin dərs prosesinə cəlb olunmasıdır. Yəni burada alternativ həll yolunu müzakirə etmə bacarıqları sistemli şəkildə formalaşması bu artıq quizə aid deyil. Yanlış olan 20-ci sualda elə D bəndidir. Şagirdlər öz öyrənmə tempinə uyğun şəkildə tapşırıqları yerinə yetirməsi və rəqəmsal savadlıq görürsünüz. Rəqəmsal savadlıq inkişaf edir. Bəli, bu da doğrudur. Bugünkü test izahımız bu qədər. Sağ olun, hər birinizə xoş dinləmələr, hər birinizə zehin açıqlığı arzulayıram.